kiçikdiri 1-2 yaşa götürürük. Burada uzun, qısa seçirsə, bu 2-3 yaşdır. Hündürlüyünə görə, qalınlığına görə deyirsə, bu 3-4 yaşdır. Ölçünün sayına görə müqayisə ediriksə, bu 4-5 yaşdır. Həcmi var burada, uzunluğu var, sayına görə də qruplaşdırırıqsa, bu 5-6 yaşına aiddir. Sonra gəlir 2.3, 2.3 alt standartında iki oxşar əşyanı seçir. Eyni əşyadır. Onları bir-birindən seçirsə, bu 1-2 yaşdır. Dairəvi əşyalar elə 2-3 yaşa aiddir. Çünki biz ümumi təlim nəticəsində də 1-3 yaşa, yəni dairəvi əşyaları seçməsi 1-3 yaşa aid edirik. 2.3.3-də burada 3-4 yaşlı uşaqlar həndəsi fiqurlardan dairədir, üçbucaq kvadratı adlandırır. Sonra həndəsi fiqurlardan dairə, üçbucağı adlandırırdı, sonra da fərqləndirirdisə 4-5 yaşdadır. Qruplaşdırması da var idisə bu 5-6 yaşa aid idi. Sonra gəlir 2.3.4 alt standartında ora-bura. Uşaq ora-bura deyirdisə, bu 1-2 yaşdır. Yuxarı aşağı deyirdisə, bu 2-3 yaş idi. Alt, üst, səhər, günorta var idisə, bu 3-4 idi. Dünən, bugün, sabah, səhər, bunlar 4-5 idi. Günün həftələri idi, aylar idi, həftələr idi. Yəni ardıcıllığı gözləyərək, yəni tətbiq edirdisə, bu da 5-6 yaş idi. 2.3.5 alt standartı şəxsi sözündən elə müəllimə 1-2 yaşa aiddir. Tədqiq etməyə maraq nümayiş etdirirdisə, bu 2-3 yaş idi. Böyüklərin göstərişi ilə tədqiqat üsullarından ölçməkdir. Bunların müqayisədə istifadə edə bilirdisə, bu 3-4 yaş idi. Müxtəlif tədqiqat vasitələrindən maqnit idi. Böyüdücü şüşə 4-5 yaşındadır. Böyüdücü şüşə, bir də maqnit xaçkeşdən də istifadə etməsi 5-6 yaşlı uşaqlardaydı. Bəli, böyüdücü şüşədir, xəttkeşdir, tərəzidir. Aha, tərəzidir. Böyüdücü şüşə, böyüdücü şüşə 4-5 idi. Böyüdücü şüşə idi, xaçkeş idi, maqnit idi. Bunlardan da istifadə edirdisə 5-6 yaşında uşaqlar idi. Bəli, düzdür. İndi müəllimə sizə bir test demək istəyirəm. Burada doğru variantı tapmalısınız. Deməli, 1.2.1 alt standartı verilib. Nümunədə isə sadiq gigiyena qaydalarını, sabundan düzgün istifadə etmək, əlini, üzünü, qulağını yumaq və qurulamaq, salfetdən istifadə etmək bildiyini nümayiş etdirir. Verilmiş standarta uyğun olmayan təlim nəticəsini seçin. Uyğun olmayanı seçməliyik. A. Yeməkdən əvvəl əllərini yuyur. B. Daraqdan istifadə edir. C. Yeməkdən sonra salfetdən istifadə edir. D. Əlini, üzünü yuyur, özünü təmiz saxlayır. Aid olmayanı tapırıq Bəli. müəllimə. Verilmişdir ki, sadiq gigiyena qaydalarını sabundan düzgün istifadə etmək, əlini, üzünü, qulağını yumaq və qurulamaq, salfetdən istifadə etmək bildiyini nümayiş etdirir. Bu alt standart. Əlini, üzünü yuyursa, yeməkdən sonra edirsə, müəllimə, bu düzgün deyil daha. Bu Yox, yeməkdən qabaq. yeməkdən sonra deyil. A-da verilib ki, yeməkdən əvvəl əllərini yuyur. B. Aha, düzdür. Daraqdan istifadə edir. C. Yeməkdən sonra salfetdən istifadə edir. D. Əlini, üzünü yuyur, özünü təmiz saxlayır. Daraqdan istifadə edir müəllimə. Bəli, düzdür. Hardan bildiniz? Müəllimə, çünki o təmizlikdə daraq yoxdur da, yəni daraq Bəli. özünə xidmət bacarıqlarındadır. Həm də o Əməyin standartda qeyd olunan, belə deyim də, mövzuya uyğun biz nəticə çıxarırıq da. özünə xidmət bacarıqları da, bu məsələn, Bəli. öz darağından müstəqil şəkildə istifadə etməsi. Bəli. Deməli, əsas standart nöqtələr verilib. Nöqtələrin yerinə uyğun gələn variantı seçin. A. Uşağın bilik və bacarığına qoyulan dövlət tələbidir. B. Hər bir qrupda müəyyən olmuş məzmunun əsas və zəruri hissəsidir. C. Ümumi təlim nəticələrinin reallaşdırılmasıdır. D. Məzmun xətti üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. Əsas standart uşaqların bilik və bacarıq səviyyəsində qoyulan dövlət tələbidir. Xeyr.
Əsas standart demirsiz. Bildiyiniz bir şeydir, amma çaşdınız. Bizdə deyir ki, Aha. nöqtələrin yerinə uyğun gələn variantı seçin. Aha. Uşağın bilik və bacarığına qoyulan dövlət tələbidir. O hansı idi? Hansına aid edirdik? Səbinə müəllimə. Siz Məzmun. bilirsiniz. Məzmun standartı. Məzmun Bəli, standart. bəli, məzmun standartı. Aha, Məzmun standart. Deməli, qoyulan dövlət tələbi oldu məzmun standartı. Sonra B-də verib hər bir qrupda müəyyən olmuş məzmunun əsas və zəruri hissəsidir. Bu hansına aid idi? Əsas və zəruri hissəsidir də, elə müəllim o. Əsas standart. Xeyr. Başa düşmədim. Sualı. Deyir ki, əsas standart, sonra nöqtələr verilib. Deyir ki, nöqtələrin yerinə uyğun gələn variantı seçin. Tərifini istəyir də bizdən. Mhm. Zəruri hissəsi hansı idi? Məzmun xətti, düzdürmü? Düzdür, bəli. Zəruri hissəsi məzmun xətti idi. Bəli. Əsas standartda Sonra D-də verib ki, məzmun xətti üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. istiqamətləndirir də. Yəni məzmun xətti vardısa, əsas standartda ona Bəli. istiqamət verir. Aha. Bəli, Bu çünki sual mən demişdim ki, gözünüzün qabağında canlandırın. Birinci verilib məzmun xətti, sonra əsas standart, sonra isə alt standart. Alt standart, belə deyim də, asılı idi əsas standartdan. Əsas standart da asılı idi məzmun xəttindən. Yəni mütləq ki, məzmun xəttinin adı əsas standartda keçməlidir. Əsas standartın da adı alt standartda keçməlidir. Belə deyək. görülən işin İstiqamətini müəyyənləşdirir. müəyyənləşdirirdi. Bəli. Sonra səhv fikri müəyyən edin. A. Məktəbəqədər təhsilin 4 məzmun xətti var. B. Alt standart əsas standartda ifadə olunmuş fikrin müəyyən hissəsidir. C. Əsas standart uşağın bilik və bacarığına qoyulmuş dövlət tələbidir. D. Alt standart bərabər formativ qiymətləndirmə. Aha, əsas standart deyir alt standart. Əsas standart alt standart yox, məzmun xəttin fikrini müəyyən eləyir. Səhv budur da, hə müəllimə? Hansı variantı dediniz? C Əsas variantı. standart C variantı, bəli. Əsas standart alt standartı yox, məzmun xətti ilə ifadə olunur. Alt standart əsas standartla ifadə olunur. Bəli. C-də deməli verilib ki, əsas standart uşağın bilik və bacarığına qoyulan dövlət tələbidir. Dövlət tələbində biz dedik nəyə aiddir? Dövlət tələbi də məzmun xəttinə. Məzmun standartına. Məzmun standartına, uşağın məzmun standartına, uşağın bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bəli. Sonra uyğunluq pozulmuşdur. A. Məzmun xətti dəyişmir. B. Alt standart daim dəyişir. C. Məzmun xətti daim dəyişir. D. Əsas standart əsasən dəyişir. Məzmun xətti daim dəyişir, bu səhvdir müəllimə. Uyğunluq Bəli. burada pozulur. Deməli məzmun xətti nə idi? Məzmun xətti dəyişmir, levomotikdir, ana xəttdir, bünövrədir. Bizim məqsədimiz aparır. Heç vaxt da dəyişilmir. Bəli. Nitqində əlamət hiss bildirən sözlərdən istifadə edir. Hansı inkişaf sahəmizə aiddir? İdraki inkişaf sahəsinə aiddir müəllimə. Bəli. Təfəkkürlə bağlı olan səriştələr hansı didaktik prinsipimizə aiddir? Təfəkkürlə bağlı idrakla. İdrak hansındaydı? İdrak 2.1. İnkişaf sahəsi olaraq dediniz. İndi də didaktik prinsip olaraq deyin də. Didaktik prinsip olaraq da inkişaf yönümlülük. İdrak şəxsiyyət yönümlülük müəllimə. Bəli, həm şəxsiyyət yönümlülüyə aid edə bilərik. Eyni zamanda dediyimiz kimi inkişaf yönümlülüyə də aid etmək olar. Şəxsiyyət yönümlülük, orada da idrak var. Müəllimə, bax, şəxsiyyət yönümlülükdə vardısa, bu uşağın anlaması, qavramasıdır. İnkişaf yönümlülükdə idrak vardısa, burada artıq uşağın koqnitiv xarakter daşımasıdır. Bəli, artıq inkişafa aid situasiyalar görsək, uşaq inkişaf edir, müəllimin köməyi ilə və yaxud da nə isə, artıq burada biz inkişaf yönümlülüyü götürməliyik. Yox, zəruri həyati bacarıqlar, dəyərlərə aid situasiya verilibsə, o zaman şəxsiyyət yönümlülüyü götürməliyik. Daha sonra məşğələlər üzrə sadədən mürəkkəbə bilik və bacarıqların uşaqlara aşılanması hansı didaktik prinsipimizə aid idi? Varislik. Varislik. Bəli, varislik idi.
Daha sonra müəllim fəaliyyət zamanı milli iftixar hissi səriştəsinin tələblərini uşaqlara aşılayır. Bu zaman hansı prinsipi reallaşdırır? Müxtəliflikdir da müəllimə. Milli müxtəlifliyi nəzərə alır. Hansı prinsipimizə, hansı didaktik prinsipimizə aiddir? Şəxsiyyət yönümlülüyü. Yox, qərəzsizlikdir. Bu dünyəvilikdir. Müxtəlifliyi nəzərə Burada almaq. müxtəliflik yoxdur axı. Deyir ki, müəllim fəaliyyət zamanı milli iftixar hissi səriştəsinin tələblərini uşaqlara aşılayır. Milli iftixar Azərbaycançılıq müəllimə. Milli iftixar Bəli. hissi Azərbaycançılıq. Prinsiplərdən Azərbaycançılıqdır. Bəli. Daha sonra insanlara qarşı qayğıkeş münasibət bəsləyir, çətinlik zamanı kömək edir. Bu hansı inkişaf sahəmizə aiddir? Sosial emosionallıqdır. Bəli. Ümumi təlim nəticələri nəyə deyilir? A. Məktəbəqədər yaşlı uşaqlarda formalaşdırılan bilik və bacarıqların məzmunusu. B. Mənimsədilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. C. Uşaqların ailənin, cəmiyyətin və dövlətin maraq və tələbatlarına nəzərə alınması. D. Məzmun komponentlərinin tamlığı. B. Əvvəlcədəndir müəllimə B variantı. Əvvəlcədən. Deməli, açar sözünə rahat tapmaq olur, düzdürmü? Bəli. Sonra oyuncaqlarla oynayarkən səs tonuna reaksiya verir. Bu hansı inkişaf sahəmizə aiddir? Oyuncaqlarla oynayarkən səs tonuna reaksiya verir. Səs tonu İdraç. İdraçdır da, hə müəllimə? Xeyr. Nə idi? Səs tonu sosial emosionallıq. Bəli. Aha. Sosial emosionala aiddir. Nəyə görə sosial emosion inkişaf sahəsinə aid etdik? Səsin hündürdən məsələn alçaqdan çıxmasına reaksiya verir da, emosiyaya. Bəli, Uzaqdan emosiya var. emosiyaya reaksiya verir, bəli. Bəli. Daha sonra doğru verilən ümumi təlim nəticəsini müəyyən edin. A. Hərf və səsləri fərqləndirir. B. Verilmiş mövzu ətrafında müəllimin köməyi ilə danışır. C. Vətəni haqqında təqdimat etdi. D. Riyazi əməliyyatları yerinə yetirəcək. Birinci müəllimə A variantı. Bəli. Digərləri nəyə görə yanlış oldu? İncələyək. Deməli, Müəllimin köməyi olmamalıdır. Müəllim ümumi təlim nəticələrində uşağın öz fəaliyyəti olmalıdır. Yerinə yetirdi, yetirəcək, yəni gələcəkdə olur. Bu heç olmamalıdır. A variantında amma düzgün, yəni ümumi təlim nəticəsidir. bəli, düzdür. Daha sonra verilib standart 2.3.4 alt standartı məkana, sağ, sol, qabaq, arxa, irəli, geri, yuxarı, aşağı, alt, üst. Yəni buna görə özünün əşyanın yerini müəyyənləşdirir standarta uyğun olan təlim nəticəsini müəyyənləşdirin. A-da verilib fəaliyyət zamanı uşaq qabaq, arxa, sağ və solu müəyyən edir. B. Heca və sözü cümlənin yerini müəyyən edir. A variantda müəllimə. Deməli, bizdən buradan nə istədi? A variantı. Uyğun olan. Bəli. Uyğun olan A variantı. Şəxsi təcrübələrinə əsaslanan ilkin bacarıqlar nümayiş etdirir hansı alt standarta və hansı yaşa aiddir? Şəxsi bacarıqlarına Fiziki inkişafa. Bu gün yəni danışdığınız mövzuda alt standartlardır. Aha, bu idraki inkişafa aiddir də müəllimə. Neçə hansı yaşa aiddir? Hansı əsas standarta aiddir? Şəxsi təcrübələri müəllimə 2.2. Xeyr. Baxın, ən sonda dediniz şəxsi təcrübə varsa 1-2 yaşdır. 1-2 yaşdır, 1-2 yaşdır. Alt standart ən sonda hansını qeyd elədiniz? Ən sonda 2.3.5 idi müəllimə bu. Bəli, 2.3.5 aiddir. Bir də 1-2 yaşa aid idi. Bəli. Daha sonra tədqiq etməyə maraq nümayiş etdirir. Tədqiq etməyə bu da 2-3 yaş idi. Standart olaraq da 2.3.5 idi. Bəli. Nitqində əlamət, hiss bildirən sözlərdən istifadə edir.
Bu müəllimə 2.2 bu həm də inteqrasiya xarakteri daşıyırdı. Bəli. 2.2.6 idi. Bu 3-4 yaşındaydı. Mhm. Sonra bir və çox anlayışlarını əşyalar üzərində fərqləndirir. Bir və çox anlayışları müəllimə bu 1-2 yaşdır da elə. Mhm. 2.3.1 idi. Bəli, düzdür. Kəsmə əlifba vasitəsilə sözlərin düzülüb oxunmasını fərqləndirir. Bu 1-2 yaşdır müəllimə. Kəsmə əlifba. Kəsmə əlifba. Bu 5-6 yaşdır. Qarışdırdım. Bəli. 5 əlifba vardırsa bu 5-6 yaşdır. Düzdür. Kəsmə əlifba Daha 5-6. sonra kiçik həcmli nağıl və şeir söyləyin. Kiçik həcmli 3-4 yaşdır müəllimə. Kiçik Kiçik həcmli nağıl və şeir söyləyin. Kiçik həcmli. Baxın biz deyirik şeiri bəzən. Şeir uşağın bədahətən də, yəni yadında qalır neçə yaşında? 2-3 yaşında. Bəli. Nağıl 2-3 şeir də eynilə o formada 2-3 yaşında, yəni bir də görsən ki, Belə oxunmuş şeiri nağıl. 2 yaşından sonra öyrənməyə başlayır da. Bəli. Demək, aid etdi 2.2.2 standartına 2-3 yaşı. Sonra canlı və cansız aləmin obyektlərini insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq əlamətinə görə fərqləndirir. Bu 2.1.4 standartıdır. Bu 3-4 yaşdır. Bəli, bəs adlandırsaydı? Adlandırsaydı bu 2-3 yaşa aid. Bəli, düzdür. Bəs göstərsəydi? 1-2 yaşa aid idi. Bəli. Daha sonra təhlükəli situasiyalarda ehtiyatlılıq nümayiş etdirir. 2-3 yaşdır müəllimə bu. Bəli, hansı standarta aiddir? 1.1.1. Xeyr. Təhlükəli situasiyalarda ehtiyatlılıq nümayiş 1.3-ə aiddir müəllimə. Təhlükə 1.3-dür. Potensial təhlükə barədə böyüklərin xəbərdarlığına adekvat reaksiya verir. Bu adekvat 1-2 yaşdadır. Bəli. Daha sonra şəxsi gigiyena əşyalarını, dıraq, dəsmal, tanıdığını nümayiş etdirir. Bu 2-3 yaşdadır. Şəxsi gigiyena. Baxın, 3-4. şəxsini özünüz Yox. demisiniz ki, şəxsi sözü başda neçə yaş aid? 1-2. Bəli, 1-2 yaş aid. Topu kürəciyi müxtəlif üsullarla atıb tutur. Topu kürəciyə müxtəlif üsullar 2-3 yaşdadır. Topu kürəciyi müxtəlif üsullarla atıb tutur. Atıb tutur 3-4 yaş. Kürəcik varsa 4-5 yaşa aiddir. 4-5. Deməli, kürəni açar söz olaraq yadınızda saxlayın. Kürəcik varsa 4-5 yaşda. Topu ayağı ilə vurur. 2-3 yaşdır müəllimə. 1-2. 1-2, Yox, 2-3 çaxdırsınız müəllimə məni. Təbii müəllimə, səsi bağlayın zəhmət olmasa. Birazdan siz də sual cavab eləyəcəm. Daha sonra topu döşəmə üzərində diyirlədir. Deyirlədir 1-2 yaşdır. 1-2 yaşdır, düzdür. Deməli, topu kürəcik müxtəlif üsullarla atıb tutur neçə yaş oldu? 5 yaş idi. Neçə? 4-5. Bəli, 4-5 yaşdır. Müəyyən olmuş gigiyena qaydalarına əməl edir. Müəyyən olunmuş gigiyena qaydalarına əməl edirsə, bu 4-5 yaşdır. Bəli, 4-5 yaşdır. İlkin gigiyena qaydalarına əməl edir. 2-3 yaşdır. Bəli, şəxsi gigiyenada neçə yaş oldu? 2 yaşdaydı. Bəli. Qaşıq və fincandan istifadə edir. Bu 1-2 yaşdır müəllimə. Bəli. Masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir. Süfrə mədəniyyətinə yiyələnmək 5-6 yaşdır. Fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri nümayiş etdirir. Müxtəlif hərəkətləri Bura aid istiqaməti düz saxlamaqdır, istiqaməti və tempi dəyişərək yeriş qaçışdır. Əşyaların 5-6 yaşdır. 5-6 yaşdır müəllimə. düzdür. Sözündən elə 5-6 yaşdır. Fiziki hərəkətləri müvazinətini saxlayaraq yerinə yetirir. Müvazimətini saxlayaraq bu müəllimə 4-5-dir.
Baxın, fiziki hərəkətləri müvazinəti saxlayaraq yerinə yetirir. Müvaziməti 4-5 yaşındadır. Komanda uyğu 4-5 yaşında. Müvazimətini saxlayaraq 3-4-dür müəllimə. Bəli. Sözü Sadə 3-4. fiziki hərəkətləri yerinə yetirir. Sadə və bu 1-3 yaşdadır. Sadə fizik hərəkətlər. Həm 1-2 yaşa aiddir, həm də 2-3 yaşa aiddir. Bu qədər Mirvari müəllimə. Çox sağ olun. Siz də sağ olun müəllimə. Sonra Səbnə müəllimə. Mhm. Səbnə müəllimə, sizə sual cavab eləyim, yoxsa danışırsınız siz də? Sual cavab. Qarışıq verəcəm o zaman. Qarışıq. Birinci idrakdan başlayaq, sonra qarışıq Yox. olur. Bir və çox anlayışlarını əşyalar üzərində fərqləndirir. Fərqləndirirsə, Bir və çox. Açar söz əslində verilib. 1-2. Bəli. Bəli, Bir, 1-2 iki. yaş. Sonra əşyalarla 5 dairəsində riyazi əməliyyatlar yerinə yetirir. 5 dairəsində 4-5. Bəli. Əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir. 5-6. 5-6. Bəs əsas standartı nədir? Əsas standartımız 2 nöqtə. Əsas standartımız məsələn məzmun xəttimiz birinci, əsas standartımız məsələn 2.2.1, birinci məzmun xəttimiz, ikinci əsas standartımız, üçüncü alt standartımız belə. Bəli. İndi mən soruşuram ki, əşyalarla 10 dairəsində riyazi əməliyyatlar hansı əsas standarta aiddir? 2.3. Bəli, 2.3. Alt standartında desək 2.3.1. Daha sonra tədqiq etməyə maraq nümayiş etdirir. Nümayiş etdirir. 2-3. Bəli, 2-3 yaş. Şəxsi təcrübələrinə əsaslanan ilkin bacarıqlar nümayiş etdirir. İlkin bacarıqlar. Bəli. İlkin. İlkin. Elə açar sözü verir bizə ilk, ilkin. 1-2. 1-2 yaş, bəli. Həm də şəxsi sözü dedim axı, şəxsi sözü ilə 1-2 yaş çıxır. Daha sonra oyun və tədqiqatlar zamanı obyekt və hadisələri öyrənmək üçün elementar ölçü alətlərindən tərəzi, böyüdücü şüşə, maqnit, xəttkeş istifadə edir. 5-6. 5-6 yaşa aiddir. Bəs təkcə maqnit böyüdücü şüşə olsaydı, yəni fərqləndirsəydi neçə yaş olardı? 4-5. Bəli, 4-5 yaş. Məkana bələdlikdə, ora-bura ilkin vərdişlər nümayiş etdirir. Nümayiş etdirir. 1-2 yaşa aiddir, bəli. 1-2. Bəs alt standartını da qeyd eləyin zəhmət olmasa. Ora-bura ilkin vərdişlər nümayiş etdirir. 2.3.4. Demək, alt standartımız oldu 2.3.4. Bəli. Ümumiyyətlə, yəni riyaziyyatla bağlı nəsə görsəz, bilin ki, əsas standartı 2.3-dür. Danışmaqdan söz gedir, bədii təfəkkür məşğələsini belə deyim də sizə xatırladır, sabah təlimini xatırladır. Bilin ki, avtomatik 2.2-dir bu formada. Yəni onu tapmaq əslində o qədər də çətin deyil. Düzdür, alt standartlarını qarışdıra bilərsiniz. Amma belə yəni tapmaq asandır. Sonra canlı və cansız aləmdir, ətraf aləmdir. Yəni bu cümlələri görsəz 2.1 götürün. Öz adıdır, ailəsidir, vətənidir.
Ondan sonra əşyalardır, sadə süjetli şəkillər üzrə danışmasıdır. Bu haqqda görsəz 2.1 götürün. Yəni özünüz üçün onu dəftərdə qısa olaraq qeyd edin ki, bax bu cümlələrə aid belə deyim də, situasiyalar görsəm 2.1 götürəcəm. Riyaziyyata aid görsəm 2.3 götürəcəm. Bədii təfəkkür məşğələsinə aid görsəm 2.2 götürəcəm. Yəni bunu özünüz üçün açar sözlər olaraq, yəni yaradın ki, sizin üçün daha rahat olsun, asan da olsun. Sonra öz adını deyir və yaxınlarını sadalayır. Öz adını deyir, yaxınlarını 1-2. 1-2 yaşdır, düzdür. Hansı əsas standart? İkinci 2.1.1. Bəli, düzdür. Özü, ailəsi, vətəni haqqında suallara cavab verir. Vətənin suallara cavab verirsə 3-4. Bəli. Bəs adlandırsaydı? 2-3. Bəli, 2-3 yar. Müşahidə etdikləri barədə danışır. Danışır. Mhm. 1-2. Sadəcə danışırsa 1-2. Mən demədim. Yəni sadə suallara reaksiya verir. Reaksiya verir desəydim 1-2. Amma deyirəm ki, artıq müşahidə edir uşaq. Müşahidə etdikləri barədə danışır. 1-2. Yox, 2-3. Artıq Bilmədim. deməli 1-2-də olduğu sadə suallara reaksiya verir. 2-3-də olduğu sadə suallar əsasında danışır. 3-4-də əşyalar və sadə süjetli şəkillər üzrə danışır. 4-5-də müşahidə etdikləri barədə danışır. 5-6-da isə verilmiş mövzu ətrafında danışır və səbəb-nəticə əlaqələrini müəyyənləşdirir. Müşahidə deməli neçə yaş oldu? Müşahidə etdiyi əşyaları Etdikləri barədə danışır. 4-5 yaş. 4-5 yaşa aid oldu. Bəs reaksiya verdi neçə yaş oldu? müəllimim məndə danışır deyir axı adlandırırdı. Ona Hansı görə mən elə hansı öyrəndim. standart? Hansı standart? Müşahidə etdiyi əşyalar Barədə danışır. Siz hansı standartı deyirsiniz adlandırır? müşahidə etdiyi əşyaları adlandırır. Adlandırır 1-2-3 götürmüşəm. Fərqləndirir 3-4. Səhv deyirəm. Siz danışırsınız 2.1.3 standartından. Hı. Mən danışıram amma 2.1.2 standartından. Müşahidə etdikləri barədə danışırsa, bu 4-5 yaşa aiddir. Hə, Sən qarışdırdım. dediyin isə 2.1.3 standartına aiddir və o 3-4 yaşda yəni qeyd olunur ki, müşahidə etdiyi əşyaları fərqləndirir. 4-5 yaşda isə ətraf aləmdə baş verən hadisələri adlandırır. Ətraf aləm hara, müşahidə hara? Yəni onları bir-birindən qarışdırma. Daha sonra potensial təhlükə barədə böyüklərin xəbərdarlığına adekvat reaksiya verir. 1-2. Bəli. Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarıqları nümayiş etdirir. Nümayiş etdirir. Mhm. 2-3. Artıq neyniyir? Uşaq bilir ki, yəni mən bu əşyada necə təhlükəsiz davrana bilərəm. Həmin o davranışı öyrənir, eyni zamanda nümayiş etdirir. 4-5. Bəli, 4-5 ildə. Artıq belə deyim də, həmin o nümayiş etdirir, eyni zamanda başlayır, yəni bunu izah etmək. Yəni bu formada eləsək daha təhlükəsiz olar. İzah etmə. Neçə yaşa aid olar? İzah etmə olsa 5-6. Bəli, 5-6. Özünə xidmət vərdişləri, səliqə ilə tez soyunub geyinir, paltarlarını səliqə ilə dolaba yığır, yatağını səliqəyə salır. Bunlar neçə yaşa aiddir?
Açar sözümüz dolabdır. 5-6. Dolab, mən bunu neçə dəfə qeyd eləmişdim ki, baxın dolab sözündən yadınızda saxlayın. Dolab 4-5 yaşa aiddir. 4-5 yaş. Artıq sərbəst şəkildə özünə xidmət vərdişləridir, paltarlarını səliqəyə salır, müstəqil şəkildə xarici görkəmində olan səliqəsizliyi aşkar edir və onu aradan qaldırır. Bu neçə yaşa aiddir? Artıq neynir? Xarici görkəmində durur, gözcüyün qabağında deyir ki, yəni mən köynəyim xoşuma gəlmədi, başqa rəng geyinəcəm və yaxud da mənim köynəyimlə şalvarım heç bir-birinə uyğun deyil, rəngləri tutmur və yaxud da köynəyimin yaxası yaxşı qalmayıb, əyri qalıb. Yəni xarici görkəmində olan səliqəsizliyi anlayır və başa düşür. Bu neçə 5-6. yaş olar? Bəli, 5-6 yaş olar. Daha sonra topu ayağı ilə vurur. Sadəcə vurur. Topu ayağı ilə vurur. 1-2. Yox. 1-2-də nə qeyd edirdi? Topu döşəmə üzərində sadəcə diyirlədir. Artıq topu ayağı ilə vurur. 2-3 yaşa 2-3. aiddir. Bəli. 2-3. Yerində uzundan müxtəlif istiqamətlərdə doğru ip üzərindən tullanır. Açar sözümüz ipdir. Burada ip üzərindən tullanır. Bəli. İp üzərindən neçə yaşda uşaq tullana bilər səncə? 5-6. Bəli, 5-6. Yəni bu cümlələr deyəndə öz-özlüyünüzdən belə deyim də, həyatla əlaqələndirin. Yəni bunu hansı yaşda uşaq eləyə bilər? Yəni bunu neçə yaşda uşaq eləyə bilər, eləyə bilməz? Elə tapmaq daha rahat olar sizin üçün. Sonra topu kürəciyi müxtəlif üsullarla atıb tutur. Kürədir burada açar sözümüz. Bayaq da qeyd elədik. Topu kürəciyi üstə atıb tutur. Kürəcik. 4-5. Bəli, 4-5. Masa arxasına mədəni davranış qaydalarına əməl edir. Çəngəldən sərbəst istifadə edir. Çəngəl açar sözümüzdür. Hansı yaşa aid olar? Çəngəldən neçə yaşda uşaq istifadə eləyər sərbəst şəkildə? 4-5. Bəli, 4-5 yaş. Masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir. Artıq bilir ki, yəni bıçaqdan necə istifadə eləmək lazımdır. Yəni bəzən uşaqlar bıçağı götürür, əti kəsmək istəyir. Birinci vilkanı yerləşdirir ətə, daha sonra yəni başlayır kəsməyə. Bunu neçə yaşda uşaq eləyər? Artıq mədəni 5-6. formada. Bəli, 5-6 yaşda uşaq bacara bilər. Daha sonra biraz da test formasında sual-cavab verim. Səhv variantı seçin. A. Bir məzmun xəttidir. B. 1.2 alt standartdır. C. 1.2 əsas standartdır. D. 2.3 alt standartdır. Səhv hansı olar? Bir də deyə bilərsiniz. A. Qarışdırdım. Bir məzmun xəttidir. Yəni 1 ilə birinci rəqəmlə işarə olunubsa məzmun xəttidir deyir. B. 1.2 alt standartdır. 2-də nə verib? Yazıb ki, alt standartdır. C. 1.2 əsas standartdır. D. 1.2.3 alt standartdır. Bir məzmun Aha. standartı deyir, axı məzmun xəttimizdir. Yox, onsuz da biri məzmun xətti olaraq verib. B-ni də verib ki, 1.2 alt standartdır. Xeyr, əsas standart. Bəli. Hardan bildin əsas standartdır? Birincisi məzmun xəttimizdir, ikincisi əsas standartımız, üçüncü alt standartımız. Üçüncü rəqəmimiz də yəni. Bəli, düzdür. Daha sonra deyir ki, səhv verilən ümumi təlim nəticəsini müəyyən edin. A. Rəng çalarlarını fərqləndirir. B. Həndəsə fiqurları quraşdırdı. C. Əməkdaşlıq bacarıqları nümayiş etdirir. D. Sadə kompozisiyalar qurur. D. Niyə görə D? D-də deyir ki, sadə kompozisiyalar qurur. Niyə görə səhv olsun? A-da deyir ki, rəng çalarlarını fərqləndirir. B-də deyir, həndəsə fiqurları quraşdırdı. C. Əməkdaşlıq bacarıqlarını nümayiş etdirir.
D. Sadə kompozisiyalar qurur. Burada səhv fikirdirsə, onda A. Rəng çalarlarını fərqləndirir, onu deyirsən? Səhv fikir götürür, düz fikrim. Səhv fikri. B-də deyir, həndəsi fiqurları quraşdırdı. C-də əməkdaşlıq bacarıqlarını nümayiş etdirir. Sonlarına fikir ver. Mən oxuduqca sonlarına bax. A. Rəng çalarlarını fərqləndirir. B. Həndəsi fiqurları quraşdırdı. C. Əməkdaşlıq bacarıqlarını nümayiş etdirir. D. Sadə kompozisiyalar qurur. Mirvari müəllimə, siz cavablaya bilərsiniz, Səbinə müəllimə də izah eləyin. B variantıdır müəllimə. Nəyə görə? Çünki quraşdırır olmamalıdır da müəllimə, indiki zamanda olmalıdır. Bu, yəni düzgün bir təlim nəticəsi deyil. Demək, burada hansı zamanda verilib bu cümlə? Bu keçmiş zamanda. Bəli. Deyir ki, həndəsi fiqurları quraşdırdı. Keçmişdə quraşdırdı, indiki Tarixdə yəni. Amma təlim nəticəsi indiki zamanda olmalıdır. Keçmişə yönül olmamalıdır. Burada da B variantıdır səhv. Bəli, düzdür. Daha sonra yenidən buna uyğun test deyirəm sənə. Düzgün qulaq as. Deyir, doğru təlim nəticəsi deyil. A. Deyil. Sağ və sol tərəfləri öyrədir. B. Məkan anlayışlarını sadalayır. C. A səsinin işləndiyi sözlər söyləyir. D. Dinlədiyi fikirləri anladığını nümayiş etdirir. E. Evlərin nədən hazırlanmasını söyləyir. Demək, A. Sağ və sol tərəfləri öyrədir. Sağ və sol hərəkətləri öyrədir. Öyrədir, indiki zamandır, öyrədir. Həm indiki zaman da olmaqla, amma burada nə var? Biz bunu nəyə görə yanlış götürməliyik səncə? Deyir ki, sağ və sol tərəfləri öyrədir. Müəllimə, burada fəaliyyət var, müəllimin fəaliyyəti var da, uşağın özü eləmir. Müəllimin etdiyini deyir də, yəni kimsə buna öyrədir. Ona görə də bu düzgün deyil. Bəli. Sağ və sol tərəfləri öyrədirsə, deməli ki, ikinci bir şəxs var. İkinci bir şəxs də varsa, deməli ki, bu doğru təlim nəticəsi deyil. Çünki biz təlim nəticəsində nə dedik Səbinə müəllimə? Dedik ki, indiki zamanda olmalıdır. Müəllim fəaliyyəti olmamalıdır. Sözlərin sonunda bilir, görür, ır, ir, acaq, əcək, d, di şəkilləri varsa, bu doğru düzgün təlim nəticəsi deyil. Çünki məsəl üçün belə də demək olar. Tutalım burada D-də deyir ki, dinlədiyi fikirləri anladığını nümayiş etdirir. Bu düzgün təlim nəticəsidir. Amma mən bunu versəm ki, dinlədiyi fikirləri anladığını nümayiş etdirəcək. Acaq, əcək, gələcək zamandadır. Bu yanlışdır. Daha sonra deyə bilərəm ki, dinlədiyi fikirləri anladığını nümayiş etdirirdi. Bu artıq keçmiş zamandadır, xeyr, yanlışdır. Yox da deyə bilərəm ki, dinlədiyi fikirləri anladığını müəllimin köməkliyi vasitəsilə nümayiş etdirir. Xeyr, müəllimin köməyi var, ikinci bir şəxs var. Bu da yanlışdır. Daha sonra, alt standart nəyə deyilir? A. Əvvəlcədən müəyyənləşdirilən təlim nəticələrinin konkret bir səviyyəsidir. B. Əsas standartda ifadə olunmuş fikrin müəyyən bir hissəsidir. C. Məzmun xətti üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. D. Uşağın bilik və bacarıq hissəsinə qoyulan dövlət tələbidir. E. Məzmun standartı üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. Fikrin müəyyən hissəsidir. Əsas standartda ifadə olunmuş fikrin müəyyən hissəsi. Bəli, düzdür. Daha sonra, doğru verilən ümumi təlim nəticəsini müəyyən edin. Daha çox çalışacağam buna uyğun suallar verim. Çünki baxıram tam mənimsəməmsən. A. Hərf və səsləri fərqləndirir. B. Verilmiş mövzu ətrafında müəllimin köməyi ilə danışır. C. Vətəni haqqında təqdimat etdi. D. Riyazi əməliyyatları yerinə yetirəcək. Doğrunu tapmalıyıq. Hə, doğrunu. Bir də A. Hərf və səsləri fərqləndirir. B-də verib ki, verilmiş mövzu ətrafında müəllimin köməyi ilə danışır. Bu düzdür səncə? xeyr. Xeyr. B-ni sildik. C. Vətəni haqqında təqdimat etdi. Düzdür səncə?
Xeyr. Nəyə görə səhvdir? Vətəni haqqında təqdimat etdi. Nəyə görə səhvdir? Vətəni haqqında təqdimat edir olsaydı indiki zamanda olardı. Bəli, etdi artıq keçmiş zamandadır, düzdürmü? Mən nə bilim Bəli. nə vaxt təqdimat eləyib, məlum deyil. Ona görə C-ni də sildik. D-də deyir ki, riyazi əməliyyatları yerinə yetirəcək. Düzdürmü Bu da səncə? keçmiş zamana aiddir bu da. Bəli, bəli. Bunu da sildik. A-da deyir ki, hərf və səsləri fərqləndirir. Düzdürmü səncə? Fərqləndirir, indiki zamandır. Bəli. Ona görə A variantını doğru olaraq götürürük. Daha sonra alt standartın funksiyaları sırasında verilə bilməz. A. Məzmunun dəqiq müəyyən olunmasına xidmət edir. B. Məqsədə uyğun dəqiq qiymətləndirmənin təşkilini təmin edir. C. Təlim strategiyalarının düzgün seçilməsinə xidmət edir. D. Təlimdə inteqrativliyi təmin edir. E. Məzmunun davamlı inkişafını təmin edir. A-la B-ni bir də deyin. Məzmunun dəqiq müəyyən olunmasına xidmət edir. A. Səhvdir. Niyə səhvdir? Funksiyalarına aid deyil axı. Biraz da fikirləşin. Alt standartın funksiyası sırasında verilə bilməz. Bilmədim. Mirvari müəllimə, siz fikirləşin biraz da. Müəllimə, zəhmət olmasa sualı bir də təzədən oxuyun. Deyir ki, alt standartın funksiyaları sırasında verilə bilməz. A. Məzmunun dəqiq müəyyən olunmasına xidmət edir. B. Məqsədə uyğun dəqiq qiymətləndirmənin təşkilini təmin edir. C. Təlim strategiyalarının düzgün seçilməsinə xidmət edir. D. Təlimdə inteqrativliyi təmin edir. E. Məzmunun davamlı inkişafını təmin edir. Bax, məzmunun davamlı inkişafını təmin etməsi var idi. İnteqrativliyi də təmin edirdi müəllimə. Sonra bir də Strategiya da var idi. Düzdürmü? strategiyalar idi, bəli. A variantındadır da müəllimə. Məqsədə uyğun dəqiq qiymətləndirmənin təşkili var idimi? Yox, elə bir yox, anlayış yox idi. Demək burada nədir? B variantıdır. Siz müəllimə sualı oxursunuz, sual yadımızdan çıxır. Amma biri var testdə görəndə adam test tapır. Sual Əslində deyəndə yadımdan çıxır ona görə. Bir deyir fikir gedir başqa yerə ona görə. Yoxsa elə əslində görəndə bunun sizə heç bir ziyanı yoxdur. Xeyri var ki, ziyanı yoxdur. Biri var ki, şifahi formada testi işləyirsiniz, o heç görür. Mən bilirəm ki, burada yəni olan testlərin çoxsunu siz bilirsiniz bilməyinə. Amma mən şifahi formada deyirəm deyə siz çaşırsınız. Əslində mən bunu bilərək belə edirəm ki, siz hər bir vəziyyətə hazırlıqlı olasınız. Düz eləyirsiniz müəllimə. Belə yaxşıdır, belə gözəldir. B variantıdır müəllimə, səhv olan B variantı. Bəli, B variantıdır. Həm də, yəni ən azından fikrinizi, diqqətinizi cəmləməyi belə inkişaf etdirirsiniz də bir növ. Necə ki, uşaqlarda inkişaf etdirir. Eyni zamanda öz diqqətimizi də cəmləməyi burada, yəni belə deyim də bacarırıq, çalışırıq ki, bütün variantları yadımızda saxlayaq. Eyni zamanda Elə sual-cavab müəllimə idraki inkişaf elətdirir, möhkəmləndirir, formalaşdırır. Qəşəngdir müəllimə, belə yaxşı. İndi sual-cavabımız bu qədərdir. Çalışdığım qədər, yəni dərslərimizdə daha çox, yəni sual-cavaba üstünlük verəcəm verməyinə ki, yəni sizi belə deyim də avtomatlaşdıra bilim də. Hardan sual verirəmsə, oradan cavab verməyi bacarın. Çox xoşuma gəlir həqiqətən elə olanda. Çünki mən özüm də hazırlaşdığım dönəmdə yəni müəllim hardan sual verdi, mən cavab verdim. Sual verdi, cavab verirdim. Elə olanda bir növ özümə də ləzzət eləyirdi ki, yəni mən bilirəm də, hər şeyi bilirəm. Eyni zamanda mən də istəyirəm ki, sizlər də elə olasınız.
İndi mən yeni mövzu həm keçmək istəyirəm, həm keçmək istəmirəm. Yəni istəyirəm ki, ən azından az öyrənək. Bayaq Könül müəllimə də onu qeyd elədim. Həm saz öyrənək. Yəni nə çox qabağa qaçmayaq, tələsə-tələsə heç nə, yəni əldə eləmək olmaz. Az öyrənək, amma üstündə istəyirəm qalaq daha çox sizlərə bu həftə test işlədəcəm alt standartlara aid ki, daha yaxşı yaşlar yadınızda qalsın. Oldu müəllimələr, gecəniz xeyrə qalsın. Gələndə Sağ olun. görüşərik inşallah. Allah sağ olun. Sağ ol. Sağ olun müəllim. Sağ ol.